Tariximizə qızıl hərflərlə yazılan, xalqımıza zəfər sevincini yaşadan Vətən müharibəsi bizə milli qürurumuzu qaytardı. Hər bir Azərbaycanlı vətən naminə göz qırpmadan canından keçməyə hazır olduğunu bütün dünyaya bir daha nümayiş etdirdi. Əzimkarlıq göstərərək ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə son damla qanına dək vuruşan qəhrəmanlarımız heç zaman unudulmayacaq. Böyük qələbənin qazanılmasında şücaətlə vuruşan oğullarımızın payı əvəzsizdir. Qəhrəman vətən övladlarından biri də Leytenant Qənbərli Elton Baba oğludur. O, 1 fevral 1997-ci ildə Şərur rayonunun Ələkli kəndində anadan olub. 2003-2011-ci illərdə Şərur rayon Ələkli kənd tam orta məktəbində təhsil alıb. Uşaqlıqdan idmana və hərb sənətinə böyük maraq göstərib. Ailəsinin də dəstəyi ilə hərbçi olmağa qərar verib. 2011-2014-cü illərdə təhsilini Heydər Əliyev adına hərbi liseydə davam etdirib. 2013-2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsilə yiyələnib. 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin en sayılı hərbi hissəsində xidmət edib. Xidməti dövründə nümunəvi hərbçi, intizamlı və vətənpərvər zabit kimi tanınır. 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Xocavəndin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 20 oktyabr 2020-ci ildə Qubadlı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Şərur Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan bayrağı ordeninə layiq görülüb. Azərbaycan prezidentinin sərəncamlarına əsasən vətən uğrunda Füzulinin azad olunmasına görə, Cəbrayılın azad olunmasına görə, Xocavəndin azad olunmasına görə və döyüşdə fərqlənməyə görə medalları ilə təltif edilib.